Həcc ziyarəti ilk olaraq Adəm əleyhissalama fərz buyurulmuşdur. Bu haqda İmam Cəfər-i Sadiq və atası İmam Məhəmməd Baqirul Ulum əleyhissalamdan nəql edilmiş bir çox rəvayətlərdə göstərilir ki, elə ki Həzrət Adəm əleyhissalam cənnətdən çıxarıldı, o Ərəfat çölündə Həvva ilə görüşdü, hərəsi bir istiqamətə göndərilmişdir. Bir rəvayətə görə Ərəfat çölündə bir-birlərini tanıdılar. Ərəfə sözünün bir mənası buradan əmələ gəlib. Başqa bir rəvayətdə göstərilir ki, Həzrət Cəbrail əleyhissalam Adəm əleyhissalama nazil oldu. Adəm əleyhissalam indiki Ərəfat çölündə idi və ona həccin ayinlərini öyrətdi. Öyrətdikdən sonra Adəm əleyhissalama həl ərəftə, öyrəndinmi, bildinmi deyə sual ünvanlayır. Adəm əleyhissalam da ərəftu deyə, yəni başa düşdüm, bildim deyə cavab verir və o vaxtdan Ərəfat çölünün adı qalır elə Ərəfat. Bu da başqa bir rəvayətdir. Bu rəvayətləri qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, hər kəsə məlum olsun ki, həccin ayinləri, həccin fərz olunması, bir sözlə həccin tarixi mənşəyi elə məhz Adəm əleyhissalamla başlamaqdadır.